Değerli dostlar, sizə növbəti məsələni təqdim edirəm. Qeyd edim ki, bu məsələ Prestij S Tədris Mərkəzinin mövcud sınaq imtahanında 11-ci sinif abituriyentlər üçün təqdim olunmuş testlərdən biridir. Testin müəllifi dəyərli müəllimimiz Rasim Rəhimovdur. İzahını isə mən özüm Samir Salayev verəcəyəm. Testin şərti belədir. 20 dərəcəlik paralelin həqiqi uzunluğu 37.656 km, 30 dərəcəlik paralelin həqiqi uzunluğu isə 34.740 km-dir. Onların 1 dərəcəlik göstərinin uzunluqları arasında fərqi tapın. Dəyərli dostlar, ilk öncə yadımıza salaq ki, biz ekvator üzərində 1 dərəcəlik qövsün uzunluğunun haradan 111,3 km olduğunu almışdıq. Bunu xatırlayaq və ondan sonra isə məsələmizə həllini davam etdirək. Biz bilirik ki, ekvatorun uzunluğu 40.076 km-dir. Düzdürmü? Və qeyd etmişdik ki, biz əgər ekvator üzərində 40.076 km yol gediriksə, biz ekvatoru bir dəfə tam dövrə vurmuş oluruq. Yəni 40.076 km getmək üçün biz 360 dərəcə hərəkət etmiş oluruq. Düzdürmü? Əgər 360 dərəcə hərəkət edərək 40.076 km hərəkət ediriksə, o zaman 1 dərəcəni x götürüb tənasübdə, x-i isə tapmışdıq ki, 40.076 km bölünsün 360 dərəcə, 111,3 2 haradasa belə davam edir və biz buradan 111,3-ü seçərək götürmüşdük. Düzdürmü? Dəyərli dostlar, bu əməliyyatı biz bu məsələ üçün də tətbiq edə bilərik. Yəni, 20 dərəcə paralelin həqiqi uzunluğu bizə verilib 37.656 km. Bunun 1 dərəcəli qövsünü tapmaq üçün təbii ki, 37.656 km 360 dərəcəyə bölə bilərik və 1 dərəcəli qövsün həqiqi uzunluğunu tapacağıq. Bu əməliyyatı eyni zamanda 30 dərəcəli paralel həqiqi uzunluğunun prosesində də tətbiq edə bilərik. Və onu da ayrıcalıq 34.740 km 360 dərəcəyə bölüb 30 dərəcəli paralelin də 1 dərəcəli qövsün uzunluğunu hesablaya bilərik. Və daha asan olsun deyə biz daha asan variantdan istifadə edirik. İlk öncə paralellərin həqiqi uzunluqları arasındakı fərqi hesablayaq. 37.656 km çıxılsın 34.740 km. Buradan alırıq ki, bu fərq 2916 kilometrə bərabərdir. Bu bizim birinci addımımız idi. İkinci addımda isə bu fərqi 360-a bölərək o paralellərin arasındakı 1 dərəcəli qövslərin uzunluqları arasındakı fərqi tapmış olacaq. Belə ki, 2916 km bölünsün 360 dərəcə bərabərdir 8,1 km. Deməli, dəyərli dostlar, biz bu məsələni həll etmək üçün ilk öncə verilmiş paralellərin həqiqi uzunluqları arasındakı fərqi hesabladıq və sonra isə həmin fərqi 360 dərəcəyə bölərək 8,1 km cavabını aldıq. Bu bizim axtardığımız cavab edir və testin C variantında öz əksini tapmışdır.